Restoranlardakı bir dönərin qiymətinə mən evdə 10 ədəd barbekü soslu toyuq dönər hazırladım. Necə etdiyimi və hansı ərzaqlardan istifadə etdiyimi görmək üçün videonu sona qədər izləyin. İlk öncə ərzaqlarımıza baxaq. Bizə 2 ədəd böyük toyuq filesi, dönər çörəyi, duz, qara istiot, sarı kök, barbekü sosu, mayonez, xiyar, pomidor və göyərtilər lazım olacaq. Əvvəlcə toyuq filesini nazik-nazik doğrayırıq. Bunu istəsəniz lay-lay da doğraya bilərsiniz. Doğradıkdan sonra toyuq filesini yaxşıca yuruq. Yuduqdan sonra isə onu yaxşıca sıxırıq. İstəsəniz salfetka üzərinə də düzüb suyunun tam çəkməsini gözləyə bilərsiniz. Sonra üzərinə duz, qara istiot və sarı kök əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Tavaya az miqdarda yağ töküb toyuq ətlərini düzürük. Ətlər qurutmadan öz suyunda gözəlcə qızardırıq. Toyuq bişməyində olsun. Biz də tərəvəzlərimizi hazırlayaq. Xiyarı uzun və mümkün qədər nazik şəkildə doğrayırıq. Nə qədər nazik doğrasaq, bir o qədər yaxşıdır. Daha sonra pomidorları da nazik və uzun formada doğrayırıq. Dönər içliyi üçün ərzaqlarımızın hər biri tam hazırdır. Dönər çörəyinin içliyini yaxşıca açırıq. Eyni qaydada bütün dönər çörəklərinin içini açıb hazır qoyuruq. Ayrı bir qabda mayonezin üzərinə biraz sarımsaq, bir qədər də barbekü sosu əlavə edib qarışdırıb dönər sosunu hazırlayırıq. Hazırladığımız sousu çörəyin içinə çəkirik. Sonra növbə ilə içlikləri əlavə edirik. Əvvəlcə xiyar, sonra pomidor, göyərti və ardınca da qızarmış toyuq ətlərini yerləşdiririk. Üzərinə bir az da sos əlavə edib dönərlərimizi hazır vəziyyətə gətiririk. Sonra isə tosterin arasında biraz qızardıb süfrəyə veririk. Eyni qayda ilə bütün dönərlərimizi hazırlayırıq. Burada yoldaşım da sağ olsun dönərlərin içliklərini yığmağa mənə kömək etdi. Və budur, cəmi 7 manata 10 ədəd ləzzətli barbekü soslu toyuq dönərimiz hazırdır. Siz olsaydınız bu dönərə 10 üzərindən neçə bal verərdiniz? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Belə videoların davamını görmək üçün kanala abunə olun, videoları bəyənin və yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti reseptdə görüşənədək sağ olun.